Müslüman kardeşler, insan öz Rabbini tanımakla iş kurtarmır. Guru qurbanın olmu ile iş kurtarmır. Halva demekle ağız şirin olmur. Toyuqda su içəndə başını yukarı kaldırır. Eğer Allah bize ağın nimetini veripse, demek bunun mükabilinde bizden talep ettikleri var. Ve bu taleplerin başında da namaz durur. Allah Teala Kur'an-ı Kerim'de namazı terk edenler baresinde buyurur. Onlardan sonra namazı terk edip şehvetlere uyan bir kavim geldi. Biz onları cehennemde gayderesine atacağız. Namazı terk etmek, kulun hayatta itirebileceği en büyük itkidir. Çünkü namaz, kulu Rabbine birleştiren mühim bir bağ ve vasıtedir. Bu bağ koptuktan sonra insanın zelalet ve küfür batağlığında boğulmaması demek olar ki mümkün değil. Ama çok teessüfler olsun ki bugün bizlerden çoğu insanları hasta, şikayet, kör gördüğümüz zaman onların halına namazsız gördüğümüzden daha çok acıyırıq. Halbuki basiret gözüyle baktığımız zaman hastalık ve ölüm hayat itirdiğimiz en büyük itki değil. En büyük itki yaşarken içimizde ölen imandır. Yaşarken terk ettiğimiz namazdır. Namaz İslam'ın 5 dayağından biridir. Peygamber sallallahu aleyhi ve sellem buyurur, bizimle kafirlerin arasındaki ahd namazdır. Kim onu terk ederse küfre düşer. Ömer İbni Hattab radıyallahu anh buyurur, namazı terk edenin İslam'dan pay yoktur. Allah Teala diğer ayda buyurur, cehennem ehlinden soruşarlar, sizin cehenneme düşmenizin sebebi nedir? Cehennem ehli böyle cevap verer, biz namaz kılanlardan ve kasıbı yezdirenlerden olmadık. Batile dalanlarla biz de dalardık ve kıyamet günü dirilmeyi inkar ederdik. Müddessir suresinin 43-46. ayları. Ey Allah'ın bendesi, namazı terk ettiğin günden Allah'la arandaki alaka kesilip ve bu alakeni kesmekle sen büyük bir hazinenin açarını itirdin. İnsan bu dünyada bir yolcudur ve bu yolculuk ana bətninden dünyaya qədəm koyduğu günden qəbrə kimi devam eder. Namaz ise yolcunun özüyle gezdirdiği azugesi ruhun sağlamlığıdır. Qəm kədərindən qurtulmaq üçün bir qapıdır. Dəstəmaz alıb, oxuduqlarını dərk edərək, səcdədə yalvarıb, yaxarıb, dua edərək 2 rükət namaz qılmaq sənin qəm qüssənə dərman olaraq kifayət edər. Müsəlman qardaşlar, namazdan qafil qalanların qəlbləri elədikləri günahlardan dolayı qaralmış və daşlaşmışdır. Allah Teala Kur'an-ı Kerim'de buyurur, qiyamət günü səcdə edilməyə dəvət olunduqları an onlar səcdə edə bilməyəcəklər. Zillətə qərq olduqları halda gözləri zəlilcəsinə yerə tikiləcək. Halbuki onlar dünyada sağlam olduqları vaxt namaza, səcdəyə dəvət olunurdular. Qaləm suresinin 41-42. ayları. Onlar dünyada Allah'a səcdə etmədikləri üçün qiyamət günü də səcdə etməkdən məhrum olacaqlar. Dünyadayken çağrılırdılar, gəlmirdilər, işlərini və vaxtlarını bəhanə getirirdiler. Ama özlerini aldadırdılar. Ama mesele imkan ve vaxt meselesi değildi. Mesele iman ve istek meselesiydi. İman ve istek olsaydı imkan da tapardılar. Bir gün ərzində 24 saattan 1 saat vaxtlarını Allah için ayırmırdılar. Bir namaz, bir stəkan çay içmekten, bir sigaret çekmekten, bir klip izlemekten az vaxt taparır. 5 vaxt namaz günde 1 saattan, həftədə 7 saattan, ayda 1 günden, ilde 12 günden de az vaxt taparır. Nəfsani arzularını həyata keçirtmək üçün, sağa sola getmək üçün, ağına bozuna baxmadan vaxtlarını ve imkanlarını qurban verirdilər. Aylıq 500 manata kiminse yanında səhərdən akşama kimi işləyirdiler. Ama Allah'ın onlara verdiği göz, el, ayak vesaire kimi kıymetsiz nimetler mükabilinde günde 1 saat ayırmırdılar. Yani ey insan, Allah 500 manat kadar olmadım ki Əliyə vəliyə ayırdığın vaxtı ona da ayırasan. Bu söhbətimizi dinleyen herkese sual verirəm. Bizlerden biri kiminse yanında işlese ve ayın sonunda onun maaşını veya hakkını vermeseler o ne eder? Cevap belki dövüşer, qəzəblənər vesaire. Ama en azından ikinci defa o adamla iş görmez. Hakkımızı vermeyeni silip atmak için 1 ay yeter. Yaxşı onda Allah bizimle ne etsin? Neyinki 1 ay, 2 ay,
Əksinə 10, 20, 30 illərdir ki, Allahın nemətindən istifadə edirlər, amma onun haqqını lazımınca vermirlər. Göz, qulaq, dil, əl, ayaq kimi nemətləri heç bir kommunal xərc ödəmədən istifadə edib, onun qarşılığında səcdə etməmək nankörlükdür ya yox? Yaxşı nankorun duası sabah qəbul olunacaqmı? Nankora kömək olunacaqmı? Cavab açıq aydındır. Bugünkü müsəlman aləminin zəifləmə və büdrəməsinin ana səbəbi də namazsızlıq və yaxud da namazın canı, ruhu, özəyi sayılan, həmçinin namazın vacib olmasının əsas məqsədi sayılan xuşunun, yəni namazda oxuduğu ayətlərin və zikirlərin tərcüməsini bildiyi halda onları fikirləşərək, yəni bu ayələri fikirləşərək, düşünərək, sanki Allah qarşısındaymış kimi, onunla dərdləşirmiş kimi namaz qılıb Allaha dua etməyin olmamasıdır, xuşulu namazın olmamasıdır, Allahı elm üzərində tanımağın olmamasıdır. Əgər Allahı haqqıyla tanısaydılar, ondan lazımınca qorxar, ona lazımınca itaat edərdilər. Allah Teala başqa bir ayda buyurur, qiyamət günü səcdə edilməyə dəvət olunduqlarında onlar səcdə edə bilməyəcəklər. Zillətə qərq olduqları halda gözləri zəlicəsinə yerə tikiləcək. Halbuki onlar dünyada sağlam olduqları vaxt namaza və səcdəyə çağırılırdılar. Qələm surəsinin 41-42-ci ayələri. Onlar dünyada Allaha səcdə etmədikləri üçün qiyamət günü də səcdə etməkdən məhrum olacaqlar. Dünyada ikən çağırılırdılar, gəlmirdilər. Təkəbbürlük edirdilər, gəlməməklə yanaşı namaz qılanlara istehza edib onları ələ salırdılar. Belə adamlara diniz, Allahı, salih əməlləri xatırladanda səni lağa qoyurlar. Allah Teala Quran-ı Kərimdə buyurur, siz əzanla namaza çağırıldığınız zaman onlar istehza edərək bunu oyuncaq sayarlar. Bu onların anlamaz bir tayfa olduqlarındandır. Maiddə surəsinin 58-ci ayəsi. Digər ayədə isə Allah Subhanahu taala buyurur, həqiqətən günahkarlar dünyada ikən iman gətirmiş kimsələrə gülürdülər. İman gətirmiş kimsələri görəndə onları lağa qoyurdular. Mutaffifin surəsinin 29-30-cu ayələri. Müsəlman qardaşlar, heç kim ona ünvanlanan bu cür nalayiq sözlərə görə ruhdan düşməsin. İstehza etmək ağlın kəmliyindən, azlığından irəli gəlir. Qoy gülsünlər, yaxşı-yaxşı gülsünlər, amma xoşbəxt axırda gülən kimsələrdir. Necə ki Allah Teala buyurur, o gün, yəni axirətdə iman gətirənlər kafirlərə güləcəklər. Mutaffifin surəsinin 34-cü ayəsi. İnsanlar namaza qarşı səhlənkarlıq etdiklərindən dolayı çoxlu xeyirdən geri qaldılar. Bu dünyada namaz qılmadan xoşbəxtlik axtaran insanın halı doğrudan da qəribədir. Bəlaları dəf etmək Allahın əlindədir. Ölüm və həyat Allahın əlindədir. Xəstələrə şəfa vermək Allahın əlindədir. Ruzini genişləndirmək Allahın əlindədir. Bütün xeyir qapıları Allahın əlindədir. O bir şeyin olmasını istədikdə ondan yalnız ol deməkdir. Ona gedən yol isə namazdan keçir. Daşlardan, qayalardan, pirlərdən, qəbirlərdən deyil. Allah Teala özü ilə qulları arasında salih əməlləri, namazı, orucu, zəkatı vasitə etdi. Pirləri, qəbirləri, övliyaları, ziyarətgahları deyil. Allah müsəlman qardaş və bacılar, dini bilməməzlikdən və yaxud dini səhv başa düşdüklərindən dolayı insanda özünü bir üzə verən bir çox müsəlmançılığa zidd olan əlamətlər müşahidə olunur. Və bu əlamətlərdən biri də Allahla bərabər Allahdan qeyrilərindən, daşlardan, ağaclardan, ölülərdən kömək istəmək, onlara yalvarıb, yaxarıb, dua etmək, nəzir deyib qurban kəsməkdir. Allah Teala Quran-ı Kərimdə buyurur, şübhəsiz ki Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlayar. Allah'a şərik qoşan kəs ona iftira atmaqla böyük bir günah etmiş olur. Nisa surəsinin 48-ci ayəsi. İnsanların çoxsu Allah'a şərik qoşmağın nə qədər əzəmətli bir günah olduğunu, hiss etmirlər, bunu dərk etmirlər. Məsələn, eşidəndə ki, kimsə zina edir, narkomanlıq edir, oğurluq və s. günahlarla məşğul olur.
Bu kimi xəbərlərə pirlərin üzərində qurban kəsilməsi kimi xəbərlərdən daha çox təsirlənirlər. Bütün bunlar isə Allahı doğru düzgün tanımamaqdan qaynaqlanmaqdadır. Doğru düzgün tanısaydılar, onu layiqincə qiymətləndirərdilər. Bizdən biri kiməsə yaxşılıq edib, onu müalicə etsə, işini düz qoş eləsə və yaxud yolda benzini qurtaran adama benzin alıb versə və bunun müqabilində həmin adam başqasına çox sağ ol deyib getsə, biz hansı hissləri keçirərik? Allahı da qəzəbləndirən ən böyük şey budur. İndi gəlin baxaq, insan kimə çox sağ ol deyir? Ölüyə, onun özünə gücü çatsaydı ölməzdi, özünü müalicə edərdi. Dilsiz, ağılsız daşlara, ağaclara, o daşlar ve ağaçlar ki heyvanlar oraya yuva kurur, orada yaşayır, oranı öz necasetiyle kirlendirir. Vallahi elə bir pir yoktu ki kuşlar oranı öz necasetleriyle kirlendirmesinler. Bəziləri nalasır, onlar ki atların ayak altısıdır. Ayak altından da mədəd umulursa Allah buna qəzəblənməsin nə etsin? Qoç kəlləsi asırlar, ölümü özündən uzaqlaşdıra bilməyən, insanın bıçağı altında aciz qalan heyvanın kəlləsi. Hindistanda inəyə ibadət edənlər inək kəlləsi asır. Sən isə qoç, bir də heç məntiqə uyğundurmu ki ibadət etdiyin, səni öldükdən sonra qoruyacaq bir şeyin başını kesmek mümkün olsun? O müqəddəs olsaydı Allah onun başının kesilmesine imkan vermezdi. Bir de deyirsən ki başını kestiğin qoçun kəlləsi səndən gözü mərdi mazarı uzaqlaştırsın. O qoçun imkanı olsaydı buynuzlarını başını kəsən adamın gözünə soxardı. Köməyə qalsın bir qırağa. Bəziləri isə bu əməlləri vasitə sayır, vasitə adlandırırlar, vəsilə adlandırırlar. Allah dünyadakı məmurlar kimi deyil ki ona çatmaq üçün mütləq kimisə araya salasal. Allahla insanın arasını körlayan, pozan şeyler ancak günahlardır. Bunun eksi olarak insanı Allah'a yakınlaştıran şeyler de salih əməllər, namaz, ixlas, oruc, zekat, həcdir. Ve insanın salih əməllərlə etdiyi vasitədir, duadır. Necə şair batil təvəssül barəsində buyurur, keçseydi vasitəçilik İslam dinində, dünyadan fərqi qalmazdı dinində, ədalət sinirlərdi bəndələrin zehnində, padişah qafildir halımızdan vasitəsiz anlamaz, Allah kamildir, padişahla müqayisə olunmaz. Yəni keçseydi vasitəçilik, batil vasitəçilik İslam dinində, dünyadan fərqi qalmazdı dinində, əgər dünyada da daydaylıq keçirsə və Allah yanında bu sistem, bu qanun işləyirsə, artıq dünyadan dinin nə fərqi qalacaq, dinin dünyadan nə üstünlüyü qalacaq. Bir çox insanların İslam'a girmək səbəbləri də məhz elə budur. İnsanlar arasındaki bərabərlik. Əgər Allah qatında da bu bərabərlik pozulsaydı, onda dinlə dünyanın arasında nə fərq qalardı? Şair buyurur, ədalət sinirlərdi bəndələrin zehnində. Padişah qafildir halımızdan, vasitəsiz anlamaz. Padişahlar vasitəyə möhtacdır. Ona görə də biz bugün kiməsə çatmaq üçün, padişaha çatmaq üçün, nazirin yanına getmək üçün vasitə qoşmalıyıq. Allah kamildir, padişahla müqayisə olmaz. Allah Subhanahu taala qaranlıq gecədə, qara daşın üzərində, qara qarışqanın atdığı addımları da görür və onun ləpirlərinin izlərini də görür və o ləpirlərin şaxşıxasını da eşidir. Allah Subhanahu taala nə doğub, nə doğulub, onun heç nəyə ehtiyacı yoxdur. O kamildir.